iki yol var. Bir, ilahi yol, ikincisi ise şeytani yoldur. İlahi yolda Allah Müteal şəxsiyyətli insanlarla iş görür və onları sonda uca zirvəyə qaldırır. Əgər sən şəxsiyyətli insansansa və ilahi yolda addımlayırsansa, cəmiyyətin, insanların hidayət yolunda, onların xeyri üçün ən kiçik şeylərdən ən böyük məfhumlara qədər cəmiyyətin xidmətində durursansa, mütləqdir ki, sən müttəqilərə imam olacaqsın. Amma sən şeytani yolda, şeytanın yanında, şeytanın köməkliyi ilə addımlayırsansa, mütləqdir ki, şeytan səni istifadə etdikdən sonra başına buraxacaq. Yol sənindir, seçim sənindir. Allah sənə hür iradə verib. İstəsən şeytani yolda, istəsən ilahi yolda şəxsiyyətli insanlarla addımlayacaqsın.